hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Yeni videomuzda xoş gördük sizləri. Yenə gəlmişəm, yenə Mərdəkanda sizlərə qəşəng bir bağ təqdim eləyəcəm. Bağımız Ağ Evin, o məşhur Ağ Evin arxa hissəsində yerləşir. 4 sotun içində inşa edilib. Çox qəşəng bir həyəti var. İlk öncə həyətindən başlamaq istəyirəm. Burada avtomobil saxlaya biləcəyiniz yeri var. Pultla açılan qapısını görürsünüz. Mini burada belə kiçik bir yaşıllıq da salınıb. Burada həyətin manqalı yerləşir və həmən yanında da bizim yay və qış mətbəximizdə 30 kvadratlıq isti döşəməli, orada mətbəx mebeli quraşdırılıb və cam balkonla da yayda açıb qışda bağlayırsınız. Həmən qarşısında da hovuzu var. Keçək hovuzunu da göstərək. Hovuzun uzunluğu 8, eni isə 3 metr, dərinliyi isə 1,60-dır. Burada qəşəng şəlaləsi də var. Həmən yanında 10 tonluq su ambarı var və hovuzun filtr sistemi var. Bu arada evi tam dövr eləmək mümkündür. Burada da kiçik bir yedləncək qoyulub. İndi isə keçək, evin içi ilə də tanış olaq. Evin ümumi sayısı isə 185 kvadratdır. Daxil olan kimi sağ tərəfdə qəşəng bir qonaq otağı var. Dizaynı da çox qəşəngdir. Qəşəng işıq alır. Həyət mənzərəsi var. Burada girişdə belə qəşəng bir paltarlarınızı, əşyalarınızı yerləşdirə biləcəyiniz dolab var. Həmən üzbəüzündə də xanımlarımızın çox sevdiyi yer, mətbəx yerləşir. 30 kvadratlıq. Buradan terasa çıxış mövcuddur. İndi isə gedək yataq otaqları ilə tanış olaq. Burada evin birinci yataq otağı var. 30 kvadratlıq. Həmən yanında evin ümumi sanitar qovşağı yerləşir. Keçək digər yataq otaqlarını göstərək. Evdə ümumi 3 yataq otağı var. Burada 18 kvadratlıq növbəti yataq otağı. Burada da 25 kvadratlıq növbəti yataq otağı yerləşir. Öz sanitar qovşağı ilə bərabər. İndi isə istəyirəm sizlərlə yavaş-yavaş sağollaşım ki, gedək növbəti videolarımızla davam eləyək. Evin start qiyməti isə 335 min manatdır. Təbii ki, endirimlərimiz də olacaq. Qaz, su, işıq daimidir və sənədləri də qaydasındadır. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.